Salam müəllimlər. Futsal idman oyunu sınaq testlərinin izahına baxaq. Sual 1. Futsalda müdafiə olunan komanda cərimə meydançasında əllə oynayarsa və ya hücum edən komandanın oyunçularına qarşı kobudluq edərsə, hakim hansı qərarı verir? Müdafiə olunan komanda cərimə meydançasının içərisində əllə oynayarsa və ya hücum edən komandanın oyunçularına cərimə meydançasının daxilində kobudluq edərsə, bu zaman hakim 6 metrlik penaltı zərbəsi vurulmasını təyin edəcək. Birinci sualın doğru bəndi B bəndi. İkinci sual. Futsalda oyuncu 2 dəqiqəlik cəza aldıqdan dərhal sonra komandasının qapısından qol keçərsə oyunda nə kimi dəyişiklik olacaq? İkinci sualın sonuncu bəndinə baxırıq. Qol olduqdan dərhal sonra 2 dəqiqəlik cəza alan komandanın heyəti oyun meydanında bərpa olunur. Bilirik ki, futsal idman oyununda cəza deyilən oyunçuya tətbiq edilmiş cəza deyilən qayda var. Oyunçu oyundan cəzalı duruma düşərsə oyundan çıxarılır və təkrar oyuna qayıda bilməz. Bu zaman 2 dəqiqədən sonra çıxan oyunçunun yerinə digər komanda yoldaşı oyuna daxil olacaq. Yalnız 2 dəqiqədən sonra. Amma 2 dəqiqə vaxtı bitməmiş, azlıqda olan komanda qapısından qol buraxacaqsa 2 dəqiqəlik vaxtı bitməmiş, bu zamanı daha tez komandanın heyəti bərpa olunacaq. Doğru cavab D bəndi. Sual 3. Verilənlərdən biri doğrudur. Futsalda sarı kart oyunundan xaric etmə deməkdir. Xeyr, futsalda sarı kart oyunçuya xəbərdarlıq deməkdir. Futsal klassik növdür. Futsal qeyri-klassik növdür. Yəni olimpiya oyunlarının proqramlarına daxil deyil. Futsalda dünya çempionatı 2 ildən bir keçirilir. Xeyr, futsalda dünya çempionatı 4 ildən bir keçirilir. Sonuncu bəndə baxırıq. Futsalda mərkəzdən oyun başlanarkən birbaşa qol vurula bilər. Bu doğru mülahizədir. Üçüncü sualın doğru bəndi D bəndi. Sual 4. Verilənlərdən biri doğrudur. Futsalda bir komandada 6 əsas oyunçu olur. Xeyr, futsalda bir komandada 5 əsas oyunçu olur. Futsalda penaltı nöqtəsi 7 metrlik nöqtədir. Xeyr, futsalda penaltı nöqtəsi 6 metrlik nöqtədir. Futsalda künc zərbəsindən birbaşa qol vurula bilər. Bu doğru mülahizədir. Sonuncu bəndə baxırıq. Futsalda bir hissədə 3 oyuncu dəyişikliyi etmək olar. Futsal idman oyunda oyuncu dəyişimində məhdudiyyət yoxdur. İstənilən qədər oyuncu dəyişikliyi etmək olar. Dördüncü sualın düzgün bəndi C bəndi. Sual 5. Futsalda qayda pozuntusu limiti dolmamış. Təkrar baxaq. Futsalda qayda pozuntusu limiti dolmamış komandanın oyuncusuna cərimə meydançasından kənarda rəqibin oyuncusuna qarşı qayda pozulacaqsa, hakim hansı qərarı verəcək? A bəndi. Həmən yerdən cərimə atışı təyin edilir. Biz bilirik ki, dərs zamanında bunun izahını vermişik. Limit dolana qədər meydanın hansı hissəsində, hansı istiqamətində qayda pozulacaqsa, cərimə vuruşu qayda pozulan yerdən oyuna daxil ediləcək. Komanda limitindən sonra, yəni bilirik ki, qayda pozma limiti 5-dir. 5-dən sonra, yəni 6-cı toplanmış qayda pozuntusundan sonra hər bir cərimə atışları qapıya yaxın olan 10 metrlik cərimə nöqtəsinə gələcək. Burada doğru cavab, 5-ci sualın doğru cavabı A bəndi. 6-cı sual. Futsalda əgər komanda cərimə və ya sərbəst zərbəni 4 saniyədən gec yerinə yetirərsə, hakimlər hansı qərarı verəcək? Deməli, müəllimlər, biz bilirik ki, cərimə və ya sərbəst zərbələr hakim fitindən 4 saniyədən gec olmayaraq yerinə yetirilməlidir. Bu zaman gecikərsə komanda digər komandanın xeyrinə sərbəst zərbə təyin ediləcək. 6-cı sualın doğru bəndi D bəndi. 7-ci sual. Verilənlərdən biri doğrudur. Baxırıq. Futsal topunun çəkisi 510-567 qramdır. Xeyr, futsal topunun çəkisi 440-450 qramdır. Futsalda hər iki hissədə komandanın ilk 5 qayda pozuntusundan sonra 6-cı və digər qayda pozuntularında canlı sədd qurulmasına icazə verilmir. Bu doğru mülahizədir. Bəli. 6-cı, 5-ci qayda pozuntusunu limitə qədər nə qədər ki qayda pozulsa, bu zaman rəqib cərimə zərbələrinə görə canlı sədd quracaq. 6-cı və digər qayda pozuntularında artıq canlı sədd aradan qaldırılır. Doğru cavab B bəndi. 3-cü mülahizəyə baxırıq. Futsalda oyunu 3 hakim idarə edir. Xeyr, futsalda oyunu 4 hakim idarə edir. 2 masa, 2 meydan hakimi. Sonuncu bənd. Futsalda 6 hakim briqadası var. Xeyr, futsalda 4 hakim briqadası var. 7-ci sualın doğru bəndi B bəndi. 8-ci sual. Futsalda 6 metrlik penaltı zərbəsini kim yerinə yetirir? Hücum edən komandanın istənilən oyuncusu. 9-cu sual. Futsalda oyun gedişində top partlayarsa və qüsurlu vəziyyətə düşərsə, oyun necə bərpa olunur? Biz bilirik ki, oyun zamanı top qüsurlu vəziyyətə düşərsə,
Mübahisəli top atışı ilə oyun bərpa ediləcək. Doğru bənd D bəndi. 10. Futsalda yan xəttdən top oyuna necə daxil edilir? Top oyuna əl ilə daxil edilir. Xeyr, top oyuna ayaqla daxil edilir. Bu doğru deyil. Top yan xəttdən oyuna əllə daxil edilir. Oyunçunun bir ayağını yan xətt üzərində və ya meydan kənarında saxlayır. Xeyr, bu da doğru mülahizə deyil. Üçüncü mülahizəyə baxırıq. Top yan xəttdən oyuna ayaqla daxil edilir. Oyunçu bir ayağını yan xəttin üzərində və ya meydandan kənarda saxlayır. Bu doğru mülahizədir. 10-cu sualın C bəndi doğrudur. 11-ci sual. Futsalda 6 metrlik və 10 metrlik qayda pozuntularını yerinə yetirərkən top qapı dirəkləri, tir və ya oyunçuya toxunmadan partlayarsa və ya qüsurlu vəziyyətə düşərsə, qayda pozuntusu baş verməzsə oyun necə bərpa olunacaq? Oyun bu zaman bilirik ki, zərbə təkrar yerinə yetiriləcək. Doğru cavab D bəndi. 12-ci sual. Top yan xəttdən oyuna daxil edilərkən birbaşa rəqib komandanın qapısına daxil olursa nə baş verəcək? Qol qeydə alınmayacaq. Yəni künc zərbəsi təyin ediləcək. Topu yan xəttdən oyuna daxil edərkən, topu oyuna daxil edən oyunçunun öz qapısına daxil olarsa, rəqib həmən oyunçunun qapısına küncdən zərbə atışı edəcək. Doğru cavab D bəndi. 13-cü sual. Futsalda topu yan xəttdən oyuna daxil etməklə bağlı verilənlərdən biri səhvdir. Baxa, top yan xəttdən oyuna 5 saniyə ərzində daxil edilməlidir. Xeyr, top yan xəttdən oyuna 4 saniyə ərzində daxil edilməlidir. Top oyuna meydanı tərk etdiyi nöqtədən başlanılır. Bu doğrudur. Top oyuna meydanı tərk etdiyi nöqtədən maksimum 25 sm kənardan başlana bilər. Bu da doğru mülahizədir. Top oyuna 4 saniyə ərzində daxil edilməlidir. Bu da doğrudur. 13-cü sualın B, C, D bəndləri doğrudur. Sual bizdən yanlış olanı istədi. Yanlış olan A bəndi. 14-cü sual. Futsalda 10 metr cərimə zərbəsini kim yerinə yetirir? Hücum edən komandanın istənilən oyunçusu, istər 6 metrlik, istər 10 metrlik cərimə zərbələrini hücum edən komandanın istənilən oyunçusu yerinə yetirə bilər. 15-ci sual. Futsalda top nə zaman oyunda hesab edilir? Top yan xəttdən çıxdıqda. Xeyr, bu doğru deyil. Top qapı xəttindən çıxdıqda. Xeyr, bu da doğru deyil. Top meydanda hərəkətdə olarkən. Bəli, bu doğru mülahizədir. 15-ci sualın C bəndi doğru mülahizədir. 16-cı sual. Verilənlərdən biri doğrudur. Futsalda sarı kart oyundan xaric etmə deməkdir. Xeyr, bu doğru deyil. Qırmızı kart oyunçusunu oyundan xaric edəcək. Sarı kart xəbərdarlıqdır. Futsal klassik növdür. Xeyr, futsal klassik növ deyil. 16-cı sual gördüyümüz kimi təkrar sualda yuxarıda bu sual haqqında danışmışdıq. Futsalda dünya çempionatı 2 ildən bir keçirilir. Xeyr, 4 ildən bir keçirilir. Mərkəzdən oyuna başlarkən birbaşa qol vurula bilər. Bəli, mərkəzdən oyun başlayarkən birbaşa qol vurula bilər. Bu doğru mülahizədir. 17-ci sual. Futsal üzrə ən çox Avropa çempionatı olmuş ölkə İspaniyadır. B bəndi. 18. Futsalda 6 metrlik penaltı zərbəsini yerinə yetirən oyunçunun komanda yoldaşları topdan minimum neçə metr kənarda dayanmalıdır? Doğru cavab D bəndi. 5 metr. Futsalda iki komandanın götürə biləcəyi timeoutların vaxtının cəmi nə qədərdir? Doğru cavab B bəndi 4 dəqiqə. Bilirik ki, timeoutların cəmi 1 dəqiqədir. Hər komanda hər hissədə bir timeout götürə bilər. İki komandanın da timeoutların cəmi 4 dəqiqə olacaq. Doğru cavab B bəndi. 20-ci sual. Əgər oyun bərabər başa çatarsa və qalibi mütləq şəkildə müəyyən olunmalıdırsa, oyun necə davam edəcək? Doğru cavab B bəndi. 2 dənə 5 dəqiqə əlavə hissə oynanılacaq. 21-ci sual. Futsal oyunun əsas və əlavə hissələrində qalib müəyyənləşməsə, qalib necə müəyyən olunacaq? Qalibi müəyyən edilməsi üçün hər komanda 5 dəfə 6 metrlik penaltı zərbəsi yerinə yetiriləcək. Doğru cavab A bəndi. 22-ci sual. Futsal oyunda hissələr arası fasilə 15 dəqiqədir. Doğru cavab C bəndi. 23-cü sual. Futsalda bir komanda oyun ərzində neçə oyunçu dəyişiklik edə bilər? Doğru cavab D bəndi. Oyunçu dəyişikliyinə məhdudiyyət yoxdur. 24. Futsal oyunda əsas və ehtiyat oyuncuların cəmi bir komanda üçün 14 nəfərdir. Doğru cavab D bəndi. 25-ci sual. Futsal üzrə ən çox dünya çempionatı olmuş ölkə Braziliyadır. Doğru cavab B bəndi. 26-cı sual. Futsal haqqında verilənlərdən biri səhvdir. Futsal topunun çevrəsi 62-64 cm. Futsaldan yan xəttdən birbaşa vurulan qollar qeydə alınmır. Bu da doğrudur. Sual bizdən səhv olanı istəyir. Yalnız futsalda ikinci penaltı nöqtəsi 10 metrdir. Top yan xəttdən əllə baş üzərindən oyuna daxil edilir.
Xeyr müəllimlər, futsal idman oyununda top əllə, yan xəttdən əllə yox, ayaqla daxil edilir. Yanlış olan D bəndi. 27. Futsalda 10 metrlik cərimə zərbəsi vurulan zaman rəqib topdan neçə metr kənarda dayanmalıdır? 5 metr. Doğru cavab C bəndi. 28. Oyun ərzində bir futsal komandasının neçə oyunçu qalarsa komandaya məğlubiyyət veriləcək. 2 oyunçu qalarsa komandaya məğlubiyyət, hətta 3 oyunçu, üzr istəyirəm, 3 oyunçu qalarsa komandaya məğlubiyyət veriləcək. 29-cu sual. Futsalda hansı halda oyun mərkəzdən başlanılmır? Baxaq. Birinci və ikinci hissənin əvvəlində oyun mərkəzdən başlayır. Bu doğrudur. Əlavə hissələrin əvvəlində oyun mərkəzdən başlayır. Qaydalara uyğun qol olaraq qol vurulduqda oyun bəli mərkəzdən başlayacaq. Top yan xəttdən oyuna daxil edilərkən birbaşa qol olarsa, xeyr, top yan xəttdən oyuna daxil edilərkən birbaşa qol olarsa qol sayılmayacaq. Yəni bu doğru mülahizə deyil. 29-da səhv olan D bəndidir. Sual 30. Futsalda dairəvi sistem üzrə keçirilən yarışda qalib komandaya neçə xal veriləcək? 3 xal. Doğru cavab C bəndi. Futsal oyunun başlanğıcında komanda meydana neçə oyunçu azlığı ilə çıxarsa həmən komandaya məğlubiyyət veriləcək. 2 oyunçu azlığı ilə. Doğru cavab B bəndi. Futsalda dairəvi sistem üzrə keçirilən yarışda məğlub komandaya neçə xal verilir? Məğlub komandaya bilirik ki, xal verilmir. 0 xal. 33. Futsal idman oyunu neçənci ildə olimpiya oyunlarının proqramlarına daxil edilir? Üzr istəyirəm, qeyri-olimpiya növüdür. Futsal olimpiya oyunlarının proqramlarına daxil deyil. Doğru cavab D bəndi. 34. Futsalda dairəvi sistem üzrə keçirilən yarışda A və B komandaların qarşılaşmasında hesab bərabər olarsa, hər komandaya neçə xal veriləcək? Hesab bərabərə qalarsa, hər komandaya 1 xal veriləcək. Doğru cavab A bəndi. Futsal idman oyununda dairəvi sistemdə keçirilən 8 yarışda. Futsal idman oyununda dairəvi sistemdə keçirilən yarışda 8 komanda iştirak edir. Yarış bir dövr üzrə keçirilir. Yarışda A komandası 3 görüşü uduzubsa və digər oyunları oynayaraq maksimum neçə xal toplaya bilər? Deməli, müəllimlər, baxaq. Dairəvi sistem üzrə keçirilən yarışda 8 komanda iştirak edir. Bu 8 komandadan biri biz özümüzük. Özümüzlə oyun göstərə bilmərik. Təbii ki, digər 7 komanda ilə oyun göstərməliyik. Deyir ki, yarışda A komandası 3 görüşü uduzub. 0 xalı var. Heç bir xal əldə etməyib. Yəni uduzana 0 xal verilir. Bu zaman neçə oyun qalır? 7 oyunumuz. Bu zaman 4 oyunumuz qalıb. Yəni 7 oyundan 3-ünü uduzmuş A komandası uduzub, 4 oyunu qalıb. 4 oyunu da ki, ən çox deyir neçə xal toplaya bilər? Ən çox yəni 4 oyuna qalib gəlib də artıq. Qalibə 3 xal verilirsə, 4 oyunun da cəmi edəcək 12 xal. Doğru cavab A bəndi. Yəni bir də izahını verirəm. Dairəvi sistemlə keçirilən yarışda müəllimlər 8 komanda adı çəkilirsə, 8 komandanın içində deyək ki, özümüzü də saymayaq. Yəni artıq bizlə bir yerdə olur 8. Özümüzdən əlavə 7 nəfərlə oynayırıq. 36-cı sual. Futsal idman oyununda oyun zamanı komandanın bir oyuncusu neçə dəfə ofsayta düşərsə həmən oyuncuya sarı kart verilir. Futsal idman oyununda ofsayt deyilən bir qayda yoxdur. Futbolda var, futsalda yoxdur. 37-ci sual. Futsal idman oyununda bir komandanın neçə oyuncusuna sarı kart verdikdə həmən komanda 2 dəqiqəlik oyuncu azlığı ilə oynansa. Futsal idman oyununda azlığa düşən komanda yalnız qırmızı kart hesabına azlığa düşər, sarı kart hesabına yox. Baxaq. B bəndinə baxaq. Oyuncuya bir qırmızı kart verildikdə oyuncu oyundan kənarlaşır və komanda oyuncusu azlıqda olacaq. Doğru cavab B bəndi. 38-ci sual. Futsaldan topu yan xəttdən oyuna kim daxil edəcək? Yan xəttdən top çıxarsa, hakim hansı oyuncunu göstərərsə, həmən oyuncu da topu yan xəttdən oyuna daxil edəcək. Doğru cavab D bəndi. 39-cu sual. Futsalda ikinci hissə başlayarkən top oyuna hansı komanda daxil edəcək? Birinci hissənin sonunda top kimdə qalmışdırsa, baxaq, burada doğru cavab. Hakim masasında doğru cavab. Birinci hissənin başlanğıcında müdafiə olunan komanda. Yəni birinci hissənin başlanğıcında müdafiədə olan komanda ikinci hissəyə başlayacaq. Doğru cavab A bəndi. Çünki birinci hissənin başlanğıcında müdafiə olan komanda mərkəzdən başlamamışdı. Amma ikinci hissədə mütləq mərkəzdən oynağa başlayacaq.
Doğru cavab A bəndi. 40-cı sual. Futsal oyununa aid olmayan bəndi göstərək. Qapıcı meydançasında ancaq qapıçı ola bilər. Top qapıdan qaydalara uyğun olaraq keçərsə mərkəzdən başlanılır. Cəza olaraq oyunçuya 2 dəqiqəlik kənarlaşma verilir. Top qapıdan qaydalara uyğun olmadan keçərsə mərkəzdən başlanılmır. Aid olmayan qayda burada hansıdır? Cəza olaraq oyunçuya 2 dəqiqəlik kənarlaşma verilir. Xeyr, oyunçu oyundan cəza alırsa 2 dəqiqə yox, 1 dəfəlik uzaqlaşır. Amma 2 dəqiqədən sonra digər komandanın oyunçuları komanda yoldaşı meydana qayıdacaq. Yəni boş yeri bərpa edəcək.